Pərviz bəy axşamınız xeyir deyir. Rəşad bəy axşamınız xeyir. Rəşad bəy salamlayırıq. Yorulmamısınız? Bəli, göründüyü ki yorulmuşam. Çalışıram ki ələ alım, amma sadəcə mənə əsnəmə tutub bu dəqiqə. Günün rahatlığı çöküb bədənimə. Ay, üzr istəyirəm. Günün yorğunluğu çöküb, amma ki yenə də bu bizim çay söhbəti bunun dadını eləmək istəmədim. Ay nədir yorğunam deyə, ay nə bilim günüm dolu keçib deyə bu günü istəmədim, qaçıraq istədim sizin qarşınızda olaq. Belə, növbəti rəyə baxıram. Şıx Məmmədova aramızdadır. Axşamınız xeyir, Pərviz, axşamınız xeyir. Necə sizin kimi təlimçi olmaq olar? Çox gözəl sualdır. Və Məhərrəmoviç bildirir ki, 4 günlük təlimdə çox şeylər öyrəndik, motivasiyamız daha çox artdı, hər şey ürəyimcə oldu, təşəkkürlər. Çox sağ olun rəyə, bu rəyi sizdən almaq çox xoşdur. Bəziləriniz, yəni parlayan gözlərinizi görürəm, çox sevinirəm o parlayan gözlərinə baxanda, bilirəm ki, hər şey gözəl gedir, dediyimi mənimsəyirsiniz, anlayırsınız, dərk edirsiniz, sevinirəm. Bəziləriniz isə sadəcə sakit, diqqətli baxışlarla baxırsınız. Helələrim bilmirəm, bu adam bu dəqiqə dediklərimi qəbul edir, etmir, bəyənir, sualı var, yoxdur. Sadəcə diqqətli baxırsınız və belə xüsusilə diqqətli baxan insanlardan sonda belə müsbət rəy alanda doğrudan da şad oluram ki, sizin də qəlbinizə şükürlər olsun toxuna bildik yəni. Və bugün öyrəndiklərimiz inşallah həyatınızın o etaplarında bu şuur altından sizə o deyilənlər gəlib sizə diktə edəcək şuur altından ki, bu qərarı verməlisin. Niyə? Bax, buna görə inşallah bir faydası dəyəcək. Rəşad bəy bildirir ki, bu 4 gündə həyatı yenidən siz bizə sorğulatdığınıza görə təşəkkürlər. Vav, təşəkkürlər. Amalımız buydu. Düşünən beynə sahib olmağınızı istəyirəm. Yəni, cəmaatın gözü ilə görüb, cəmaatın beyni ilə düşünməyinizi yox da, öz gözünüzə, öz beyninizə sahib olmağınızı, həyatı öz gözlərinizdən görməyə və həyat barəsində öz şəxsi fikrə sahib olmağınızı istəyirəm və bu barədə də düşünən beyinə sahib olmağınızda bir faydamız nədədirsə, nə gözəl bizə. Qaydırıq Şıx Məmmədovanın sualına. Necə sizin kimi təlimçi olmaq olar? Çox gözəl. O suala belə cavab verim. Birincisi, cəmaat nə deyər? Qorxusu olmamalıdır sizdə. Rahatlıqla qınağa, sınağa, nə bilim, mənfi rəyə açıq olmalısınız. Yəni, bu barədə zərrə umurunuzda olmamalıdır. Kütlə nədə düşünür. İkincisi, kütləyə deyil də keyfiyyətli individuallara xitabınız olmalıdır. Əsas xitab bunu getməlidir. Bunu əsas hədəf qoymalısınız özünüzə. Ondan sonra təlimçilik məktəbini bitirməlisiniz. Yəni, bir təlimçi necə olmalıdır? Bu barədə kitablar, təlimlər, seminarlar, nə əlinizə düşürsə oxuyun. Mən heç bir təlimçidən təlimçilik təlimi almamışam. Heç kimdən. Yəni, belə bir şey olmur. Yəni, mənim mentorum bu yolda Ahmet Şerif İzgörən olub. Mən Ahmet Şerif İzgörənin səhnədə duruşunu, çıxışını, insanlarla necə danışır, necə bir təlimçidir, buna baxmışam. Bax, siz necə dediniz ki, sual verir ki, necə sizin kimi təlimçi olmaq olar? Mən də belə baxıb demişim, wow, necə bunun kimi bir adam olmaq olar? Doğrudan da möhtəşəm spikerdir və Ahmet Şerif İzgörən mənim üçün yol olub, nümunə olub, nümunəvi insan olub və baxıb demişəm ki, mən də bunun kimi seminarçı olmaq istəyirəm. Və bunu olarkən də ondan götürdüyüm ən böyük keyfiyyət. Təlimçilik məktəbinin kitablarını oxumalısınız, bilməlisiniz ki, bir təlimçi necə səhnədə hərəkət etməlidir. Bunları biləndən sonra nə etməlisiniz? Özünüz olmalısınız. Bütün bu bildiklərinizi bir kənara qoymalısınız. Sıradan ASTV senzuralı, kaustiklu, belə deyək, səhnədəki təlimçilərdən deyil, səhnədə çıxıb özün olmağı bacarmalısan, rahat olmalısan və burada da əsas məqsədin faydalı olmaq olmalıdır. Çıxın, materialı qarşı tərəfə satın və ya özümü göstərin və ya o qarşı tərəfdən nəysə bir maraq güdüm, nəysə qazanım. Yox, sizin bir çox gözəl bir mesajınız olmalıdır, həyatı anlam daşıyan bir mesajınız və o mesajı yeganə amalınız, birinci nömrə amalınız da ki, o mesajı qarşı tərəfə çatdırmaq olmalıdır. Bunun qarşılığında da təşəkkür belə gözləməməlisiniz. Çünki təşəkkürü zaten sənə həyat verəcək. Yəni, bax, belə bir təlimçi olmalısınız. Cəsarətlə çıxmalısınız səhnəyə, özünüz olmalısınız və auditoriyanıza öz məlumatlarınızı sevgi ilə verməlisiniz, sevərək verməlisiniz və bunları da edərkən hər bir məlumat yaşanmış təcrübəyə sahib olmalıdır. Heç vaxtı kitabdan bir şey öyrənim, qarşı tərəfə bunu öyrədim olmamalıdır. Bu müəllimin işidir. Siz təlimçinin işi isə
o kitabdan oxuduğunu birinci öz həyatında tətbiq eləməlidir. Özü o məlumatı, informasiyanı yaşanmış təcrübəyə çevirməlidir. Ondan sonra qarşı tərəf auditoriya onlara öyrətməlidir. Bax, bu zaman danışdığın hər bir cümlənin qarşıdakı insanın qəlbinə toxunacaq, təsir olacaq. Çünki o danışdığı özün öz həyatında yaşayırsan, təcrübə edinirsən. Yaşanmış təcrübəni bölüşməlisən auditoriya ilə. Heç vaxt özün bir şey olmadan o şey necə olmağın yolunu teoriya ilə öyrətməklə təlimçi olunmur. Elə təlimçilər də çoxdur. Zaten onlardan dinləyənlərin də onlara bir təsiri olmur zaten. Bax, belə təlimçi olmaq olar. Sualınıza belə cavab verə bilərəm. Çox gözəl, çox maraqlı sual idi. Heç belə bir sual gözləmirdim. Yəni təşəkkür edirəm. Siz də bir gün səhnədə çox gözəl bir təlimçi olaraq görmək diləyi ilə. Davam edirəm. Səddam Osmanlı aramızdadır. Salamünaleyküm Səddam bəy. Bugün seminara gələcəm demişdiniz. Sizi sıralar arasında görmədim. Yəqin ki işiniz çıxıb. Belə. Sizi tanımaq çox xoş oldu Səddam bəy. Sizə uğurlar diləyirəm həyatda. Yenidən görüşənədək. Məhramoviç bildirir ki, Ferrarisini satmış rahibi oxumamışdım. Özümə qəribə hiss etmişdim. Bugün əldə etdim kitabı. Super. Ay, mən artıq o kitabı oxumuş biriyəm. Siz isə hələ onu oxumamış birisiz. Nə mutlu sizə. Kitabın hər səhifəsi, hər cümləli ilə sizə xoş mütaliələr diləyirəm. Böyük zövq alacaqsınız ciddən və düşüncənizə təsir edəcək bir kitab olacaq. Oxuyun o kitabı. Gülər xanım aramızdadır. Bildirir ki, salam Pərvizə, necəsiz? Sizi tanıyandan, seminarlarınızda iştirak edəndən sonra düşüncələrim və hadisələrə baxış açım çox dəyişdi. Təəssüf ki, son seminarınızda ola bilmədim. İlk şans da sizinlə. Təşəkkürlər Gülər xanım. Siz bir də mənim üçün bir dəyərsiniz. O nə yaxşı kəşf etdim dediyim individuallardan birisiz. Sizin xəyalınızdakı gələcəyə çox güvənirəm. Sizin öz həyatınız adına edəcəklərinizə çox güvənirəm. Buna çox güclü bir ambisiyanız var və kənardan sizi seyr edirəm, həyat yolunuzu. Həyat mənə də maraqlıdır ki, həyat sizi haralara gətirəcək və kim edəcək, yaşayıb görəcəyik. Ömrümüz hələ qabaqdadır inşallah. Şıx Məmmədova bildirir ki, çox sağ olun möhtəşəm fikirləriniz üçün. Təşəkkür edirəm, xoş edir. İnşallah sizi də səhnələrdə gözəl çıxışlarınızda görmək diləyinə. Yeri düşmüşkən dostlar, mən də hər dəfə gəlirəm səhnədə olam, hər dəfə gəlirəm səhnədə olam. Mən dostlar, bu egoya geçsin dayansın istəmirəm, sadəcə ən xoş niyyətlə deyirəm. Mən də artıq Azərbaycanda seminarlara, təlimlərə doğrudan da yəni bir şeylər öyrənə biləcəyim insanların çıxışlarında olmaq istəyirəm. Mən də sizin kimi iştirakçı olmaq istəyirəm. Doğrudan da xəyalımda gələcək seminarını hələ yaxşı demirəm. Heç olmasa xəyalımda gələcək seminarı səviyyəsində bir seminar keçən varsa Azərbaycanda çox xahiş edirəm o insanın məlumatlarını verin. Mən də o insanı follow eləyim və o insanın növbəti seminarında gedib oturum. Sizin xəyalımda gələcək seminarına aldığınız zövqü mən də o insandan almaq istəyirəm. Mən də artıq xarici mentorlarımı dinləməkdən artıq Azərbaycanda faydalı insanları dinləmək istəyirəm. Sadəcə dinlədiklərimi də bilirəm, gözləntim də nədir bilirəm, hər biri səviyyəsi. Amma bəlkə deyirəm ki, xəyalımda gələcək seminar səviyyəsində biriləri olar. Çox istəyirəm ki, yəni gedim oturum o zövqdə, o təsiri, o səviyyədə bir təsir alım. Belə bir insan olsa sizdən çox xahiş edirəm, onun məlumatlarını mənə verərdiniz. Məhərrəm Oz bildirir ki, Facebookda hər il doğum günümdə bir Pərviz bəy təbriki gəlirdi, sevinirdim. Bu il tanımaq mümkün oldu simanı, canlı bu il görə bildim. Vah, super, super, super. Bəli. Və mən nətər deyim, bu mənim üçün bir gəlinlik halıdır. Hər gün 24 saat ərzində bir dəfə olsun çalışıram ki, Facebookda dostlarım siyasına girirəm. Həmin gün kimlərin doğum günüdürsə mütləq şəkildə onları təbrik edirəm. Hərdən bu aralar biraz başımız doludur. Əsas səbəbimiz də xəyalımdakı qara kitabı gəlir. Buna görə bu aralar, bu günlər təbrik edib bilmirəm. Xəyalımda gələcək qara kitabı çıxan kimi yenidən qayıdacam normal gündəlik vərdişlərimə. Gülər xanım bildirir ki, seminarınızda olmaq üçün keçən dəfə işdən icazə almışdım. Təəssüf ki, bu dəfə alınmadı. Nələr itirdiyimi düşünmək məni çox təəssüfləndirir. Sizi üzmək üçün demirəm, çox şey itirdiniz. Bugün özüm danışdıqlarım mənə belə çox gözəl təsir elədi. Çox gözəl təsir altındayım bu dəqiqə. Kaş eşidərdiniz, eyb yox. Amma həm də ki, yeni bir konsept işlətdik kafedə, həm də gələcək XC Club mərkəzində. O konsepti də sevdim. Artıq seminar otağı kimi yox, sadəcə stol arxasında əyləşirik. Çox gözəl bir ortam oldu. Yəni inşallah növbəti seminar artıq keçəcəyik
və hər vətənə gəldiyimdə Xəyamda Gəzi seminarı keçməyə çalışacağam və o vaxtı yenidən gələrsiniz. İnşallah növbəti kitabımızı nə vaxt əldə edə biləcəyik. İnşallah bu dəqiqə Bookzone rəhbərliyi və komandası kitab üzərində çalışır. Kitab məndən çıxıb artıq. Korrektordan da çıxıb artıq. Proses gedir. Hətta üz dizaynı da hazırdır və artıq nəşrə verilmək üzrədir. Nəşrə veriləndə də ayın 10-udursa 5 gün içində hətta kitabın çıxmağı gözlənilir. Səbirsizliklə mən də Xəyamdakı Gəzi qara kitabını oxucularımıza təqdim etməyi gözləyirəm. Və hətta planımızda var ki, mən vətəndən getməmiş, Novruza qədər vətəndəyəm. Hər hansı bir kitab üzrə bir forum, fuar keçirilirsə, onlar, belə deyim, orada mən iştirak edəcəm kitablarımla və imzalayacağım orada kitabları. Gəlib oradan kitabı əldə edə biləcəksiniz. Həm də kitabın sabit bir məkanı var ki, XC Club, Xəyamda Gəzi klubu. Oradan da istədiyiniz gəlib kitabınızı əldə edə biləcəksiniz. Könül xanım davam edir. Bildirir ki, bu aralar ancaq biznes adamları ilə görüşürük deyə Seymur Rəsulov düzü biraz biznes yönümlüdür, amma wow deyəcək experience var. Bəli. Çox sağ olun, təşəkkür edirəm bu gözəl misal üçün. Seymur bəy çox intellektual insandır, çox bəyənirəm. Onun YouTube-da olan veriliş çıxışlarını falan izləmişəm. Maşında yol gedə-gedə mən həmişə qoşuram məsələn bizim Azərbaycanın çıxışlarını və Seymur bəyin çıxışını izləmişəm, çox bəyənmişəm. Çox intellektual adamdır. İnşallah qismət olar. Gedib iştirak edəcəm, onun auditoriyasında olmaq istəyərəm bir gün inşallah. Təşəkkürlər məsləhətə görə. Məhərrəm Özbəyli, olay var. Bəli, var. Bu ay o olayı gözləyirik. XC Qara ciddən faydalı bir kitab olacaq. Səbirsizliklə gözləyirəm. Öz kitabımı oxudum, öz kitabımı çox bəyəndim və öz kitabımdan zövq aldım. Korreksiyadan çıxandan sonra, yəni ədəbi dilə çevriləndən sonra oxudum. Çox bəyəndim. İnşallah sizlər də bəyənəcəksiniz, faydalı olacaq. Mehman bəy aramızdadır. Bəriz bəy, axşamınız xeyir. Necəsiz? Nə var, nə yox? Çox sağ olun Mehman bəy. Təşəkkür edirəm. Vətəndəyəm. Seminarlar keçirik. 4 günlük seminarda ürəyimi boşaltdım. Artıq rahatam, ürəyim boşalıb, qurdumu öldürmüşəm. İndi artıq individual işlərimizi keçid edəcək. Seminar, nəhayət 4 günlük seminarı tamamladıq bugün. Nə gözəl bildirir Gülər xanım. Təşəkkürlər.